Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Yeni Azərbaycan dili dərsliyinin iş dəftəri tapşırıqlarının izahlarını paylaşacağam. Mövzumuz səhifə 26 və 27-ni əhatə edən Hörümçək adam dinləmə mətninin iş tapşırıqlarının həll edilməsidir. Bu videodan əvvəl səhifə 44-də yerləşən dərslik dinləmə mətn izahlarını paylaşmışam. İndi isə iş dəftərinin izahlarını paylaşıram. Siz də kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan faydalana bilərsiniz. Kanala dəstək olmaq istəyirsinizsə videolarımızı bəyənin, rəy yazın və paylaşın. Gəlin keçək tapşırıqların izahına. A bəndi tapşırığı. Fikirlərin hansı mətnə aid olduğunu müəyyən edin. Gəlin baxaq. Hörümçək adam, amfibiya adam, skellig, görünməz adam. Elmi fantastik əsərdir. Elmi fantastik əsərlər bir amfibiya adamdır, bir də görünməz adamdır. C, D. Biri aid olur C və D. Əsas obrazın qeyri-adi xüsusiyyəti elmi cəhətdən əsaslandırılır. Burada amfibiya adam, görünməz adam və hörümçək adamı nümunə gətirmək olar. Amfibiya adam C, görünməz adam D, bir də hörümçək adamı da qeyd eləmək olar A bəndini. Baş qəhrəman mənfi obrazdır. Mənfi obraz görünməz adam əsərindədir. Çünki o görünməzliyini öz şəxsi mənafələri üçün istifadə edir və eyni zamanda bəzi cinayətlərdə törədir. Əsərdə canlıların təkamül prosesi xatırlanır. Bu skelligdədir. Bir də amfibiya adamdadır. Skellig B-dir, amfibiya adam C-dir. Mifoloji obraza rast gəlinir. Mifoloji obraz bu skellig mətninə aiddir. B bəndi doğru cavabımız olacaq. A variant tapşırıqlarını bu formada həll eləyə bilərik. Keçirik B variantına. Tanış olduğun əsərlərdən birini seç və rəyini bildir. Yazaq, elə son mətnimiz hörümçək adamdır və başlıqda da yazaq ki, hörümçək adam haqqında, adam mətni haqqında, hörümçək adamı dırnaqda yazaq. Rəy. Bu mətndə nədən danışılır? Bu mətndə Peter Parkerin hörümçək tərəfindən dişləndikdən sonra qeyri-adi bacarıqlara sahib olmasından danışılır. Bu formada yaza bilərik. Mətndə fantastik hadisələr inandırıcı təsvir olunubmu? Fikrini əsaslandır. Fantastik hadisələr. Məncə hörümçəyin, daha doğrusu zəhərli hörümçəyin yazaq burada. Bir də yuxarıdan qeyd eləyək, bəlkə fikrimiz uzun oldu. Məncə zəhərli hörümçəyin dişləməsi ilə qeyri-adi bacarıqlara sahib olmaq mümkün deyil. Deməli, eyni zamanda bunu məsələn onun divara dırmaşması və ya maşınlardan sürətli qaçması mümkün deyil. Elə qeyd eləyə bilərik. Peterin divara dırmaşması qaçarkən maşınları keçməsi inandırıcı deyil. Bu formada biz öz fikrimizi yaza bilərik. Əsərdəki hansı obrazın vəziyyəti səni məyus etdi? Hörümçək adam mətnində məsələn Peterin əmsinin obrazı. Yazarıq ki,
Peterin əmisi oğru tərəfindən Peterin əmisinin daha doğrusu oğru tərəfindən öldürülməsi məni məyus etdi. Səbəb nədir? Çünki Peter həmin oğru ilə rastlaşmış, lakin tutulması üçün polisə kömək etməmişdi. Mətni qiymətləndirmək üçün ulduzları rənglə. Məsələn, mən bu mətni ulduzlasam, tutaq ki, 4 ulduz verirəm. 4-ünü rəngləyirəm. Rəyi yazanın imzası, öz imzanızı atırsınız burada. Nəsə bir imza atın. Tarix qeyd edirik. Biz bu rəyi hansı tarixdə yazırıq? Məsələn, mən bugünkü tarixi yazıram. Tarix də 25.03.2026-cı ildir. Bu formada öz rəyimizi qeyd eləyə bilərik. Davam edirik. Dil qaydaları tapşırıqları, zəflik mövzusu 4-cü dərs. Tərz hərəkət zəfli işlənmiş cümlələri müəyyən et. Atam Şuşanı uşaq vaxtı görmüşdü. Görmüşdü kim? Atam. Nəyi Şuşanı? Nə zaman uşaq vaxtı? Burada zəflik var, amma zaman zəfli idi. Tərz yoxdur. Müdafiənin güclü olması düşməni heyrətləndirdi. Heyrətləndirdi nə? Müdafiənin güclü olması. Kimi? Düşməni. Bu cümlədə zərflik yoxdur. Musiqinin səsi yavaş-yavaş kəsildi. Kəsildi nə? Musiqinin səsi nə tərzdə? Necə nə cür? Yavaş-yavaş. Deməli, 3-cü cümlədə var. Yavaş-yavaş. Atılan fişənglər şəhərin küçələrini işıqlandırdı. İşıqlandırdı nə? Fişənglər. Hansı fişənglər? Atılan fişənglər. Nəyi? Şəhərin küçələrini. Bu cümlədə zərfliyi yoxdur. Xalça toxuyan qadın yorğun görünürdü. Görünürdü kim? Qadın. Hansı qadın? Xalça toxuyan qadın. Necə nə cür yorğun görünürdü? Nə tərzdə yorğun? Deməli, yorğun tərz hərəkət zərfli idi. Burada doğru cavab 3 və 5 olacaq. 3-də yavaş-yavaş, 5-də yorğun ifadəsi. B bəndi tapşırığı. Hansı cümlədə yer zərfliyi yanlış göstərilib? Polad baba ağacın kölgəsində dincəlir. Dincəlir kim? Polad baba. Harada? Ağacın kölgəsində. Bu tamamilə doğru göstərilib. Yaxınlıqdakı marketdən gəlirəm. Nə edirəm? Gəlirəm. Haradan? Marketdən. Burada yer zərfliyi marketdəndir. Hansı market? Yaxınlıqdakı. Yaxınlıqdakı cümlənin təyinidir. Deməli, B bəndi yanlış göstərilib. Xəzər dənizini seyr etmək üçün eyvana çıxdım. Nə etdim? Çıxdım. Haraya? Eyvana. Eyvana yer zərfli idi. Doğru göstərilib. Nə məqsədlə? Xəzər dənizini seyr etmək üçün. Bu da məqsəd zərfli idi. Yaşıl təpənin üstündə iri tut ağacı vardı. Vardı nə? Tut ağacı. Necə tut ağacı? İri. Harada? Təpənin üstündə yer zərfli idi. Hansı təpə? Yaşıl təpə. Deməli, yer zərfliyi təpənin üstündə doğru göstərilib. Burada yanlışımız oldu. B variantı. Keçirik C bəndi tapşırığına. Cədvəldə yanlış göstərilən fikirlərin üzərindən xətt çək. Eldar yıxılmamaq üçün budaqdan bərk yapışdı. Yıxılmamaq üçün nəyə görə? Zərflikdir. Düzdür. Baxın, yapışdı kim? Eldar. Nədən? Budaqdan. Necə nə cür? Bərk. Nə məqsədlə? Yıxılmamaq üçün. Zərflikdir. Doğrudur. Nəyə görə sualına cavab verir? Doğrudur. Səbəb zərfliyi bu səhvdir. Çünki maq və üçün bir yerdə olduğu zaman bu məqsəd zərfliyi əmələ gətirir. Qoşma ilə işlənən məstərdir. Bu da doğrudur. Üçün qoşması ilə məstər işlənib. Bərk zərflikdir. Doğrudur. Necə sualına cavab verir? Doğrudur. Tərz hərəkət zərflidir. Doğrudur. Nitq hissəsinə görə zərfdir. Burada hər biri doğrudur. Budaqdan yapışdı. Nədən? Baxın, budaqdan tamamlıqdır. Zərflik deyil. Ona görə bunun üstündən xətt çəkirik. Bunun özü nədən sualına cavab verən tamamlıqdır. Haradan sualına cavab verir? Bu da səhvdir. Çünki nədən sualına cavab verir? Yer zərflidir. Bu da səhvdir. Çünki tamamlıqdır. Burada hər biri yanlış göstərilib. İsimdimi? Bəli. Bir dənə isim olmağı doğru göstərilib. C bəndi tapşırığına baxırıq. Verilmiş sözləri cümlələrdə zərflik vəzifəsində işlət. Açıq. Məsələn, o açıq
danışır. Nə tərzdə danışır? Açıq oldu, tərz hərəkət zərfli Y. Fasilə. Əli fasilədə yemək yedi. Yemək yedi. Nə zaman fasilədə? Zaman zərfli oldu. Hovuz. Mən hovuzda üzürəm. Harada? Yer zərfliyi. Çox. O çox oxuyur. Oxuyur feilinə nə qədər oxuyur? Oldu kəmiyyət zərfliyi. Meşə. Biz meşəyə getdik. Haraya getdik? Meşəyə. Burada oldu yer zərfliyi. Bu formada sırayla cümlələri qeyd eləmək olar. Və D bəndi tapşırığına gəlirik. Altından xətt çəkilmiş zərfliyin məna növünü istəyir bizdən. Səbəb zərfliyi C, məqsəd zərfliyi M. Əgər düşmən puskusuna düşməmək üçün, əskər daha doğrusu düşmən puskusuna düşməmək üçün təhlükəsiz yol seçirdi. Maq üçünləşləndiyi zaman məqsəd zərfliyi olur. Bu doğrudur. Güllər Novruz şənliyinə getmədiyinə görə peşman oldu. Yəni getmədiyi üçün. Dıq üstə gəlinsin üçündürsə bu səbəb zərfliyidir. Müəllim şagirdlərin təəccübləndiyini görüb gülümsədi. Yəni təəccübləndiyini gördüyü üçün dıq üstə gəlinsin üçünə gəldi. Nə səbəbə? Oldu səbəb zərfliyi. Qonşular körpünü təmir etmək üçün maqla üçün varsa, bu məqsəd zərfliyidir. Nə məqsədlə usta çağırdılar? Körpünü təmir etmək üçün. Bu formada səhifə 26 və 27-yə aid olan iş dəftəri tapşırıqlarının izahlarını paylaşdıq. Siz də kanala abunə olaraq paylaşılan bu videolardan faydalana bilərsiniz. Çünki baxıram, əksər adam kanala sadəcə videolara, izahlara baxır, amma abunə olmur. Abunə olun ki, bizə də dəstək ola biləsiniz ki, bütün kitabların bu formada izahlarını paylaşa bilək. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.